Oksidlər. Biri oksigen olmaqla iki elementdən ibarət olan mürəkkəb maddələrə oksidlər deyilir. Lakin bu maddələrdə oksigenin oksidləşmə dərəcəsi -2 olmalıdır. Oksidlərə bənzəyən, lakin oksigenin oksidləşmə dərəcəsi -2 olmayan maddələr oksidlərə aid edilmir. Məsələn, bir sıra maddələrdə oksigenin oksidləşmə dərəcəsi -2-1-ə bərabərdir. Bu birləşmələr superoksidlər adlanırlar. Əgər oksigenin oksidləşmə dərəcəsi -3-1-ə bərabərdirsə, həmin maddələr isə azonidlərə aid edilir. Natriumun və kaliumun 2 atom oksigenlə birləşməsi superoksidlərə, kaliumun 3 atom oksigenlə birləşməsi isə azonidlərə aiddir. Biri oksigen olmaqla iki elementdən ibarət olan, lakin oksigenin oksidləşmə dərəcəsi -1 olan maddələr peroksidlər adlanırlar. Peroksidlərdə oksigenlər arasında rabitə mövcuddur. Natrium peroksiddə, kalsium peroksid, barium peroksiddə və hidrogen peroksiddə oksigenin birləşmənin əmələ gəlməsində 2 oksigen atomu iştirak edir və oksigenin oksidləşmə dərəcəsi -1-ə bərabər olur. Oksidləri əsasən beynəlxalq və köhnə nomenklatura ilə adlandırırlar. Beynəlxalq nomenklatura ilə qeyri-metalların oksidlərini adlandıranda ilk növbədə oksidi əmələ gətirən elementin sayı Yunan sayıları ilə qeyd olunur. Daha sonra isə elementin adı deyilir. Əgər elementin sayı 1-dirsə, say qeyd olunmur. Elementin sayından başqa oksigenin sayı da Rum rəqəmi ilə deyilir. Elementdən fərqli olaraq oksigenin sayı 1-dirsə mono, yəni Rum sayısı ilə 1 qeyd olunur. Yunan sayıları ilə 1 mono, 2 di, 3 tri, 4 tetra, 5 penta, 6 heksa, 7 hepta, 8 okta, 9 nona və 10 deka olaraq əvəz olunur. Metalları beynəlxalq nomenklatura ilə adlandırdıqda birinci metalın adı deyilir. Əgər metal dəyişkən valentlidirsə, Rum rəqəmi ilə metalın valentliyi və ya oksidləşmə dərəcəsi qeyd olunur. Əgər metal sabit valentlidirsə, oksidləşmə dərəcəsi qeyd olunmur. Misal olaraq adlandırmanı bilmədən oxuduğumuz N2O5 birləşməsi diazot pentoksid, P2O5 birləşməsi isə difosfor pentoksid, SO3 birləşməsi isə kükürt trioksid kimi adlandırılır. Metalların əmələ gətirdiyi oksidlər də eyni ilə dəmir O, dəmir 2 oksid, mis O, mis 2 oksid, natrium 2O, natrium oksid, magnezium O isə magnezium oksid kimi adlandırılır. Qeyri-metalları köhnə nomenklatura ilə adlandırıldıqda birinci elementin adı deyilir. Daha sonra oksidləşmə dərəcəsi Rum rəqəmi ilə göstərilir. Ən sonda da oksid sözü deyilir. Məsələn, CO karbon 2 oksid, NO2 azot 4 oksid, SO3 kükürt 6 oksid, P2O5 fosfor 5 oksid, xromun 3 valentli olduğu oksidi isə xrom 3 oksid olaraq adlandırılır. Bəzi oksidlərin trivial adları, yəni tapıldığı vaxt və yaxud da hər hansı bir xüsusiyyətindən sonra həmin oksidlərə verilən adları vardır. Karbon monoksid dəm qazı, karbon dioksid karbon qazı, kükürt dioksid kükürt qazı, diazot monoksid şənləndirici qaz, silisium dioksid isə qum olaraq bilinir. Hamının bildiyi su isə oksidlərə aid olan hidrogen monoksiddir. Oksidlər ümumi olaraq iki yerə ayrılırlar. Duz əmələ gətirən və duz əmələ gətirməyən oksidlər. Turşularla və ya əsaslarla adi şəraitdə qarşılıqlı təsirdə olmayan oksidlərə duz əmələ gətirməyən oksidlər deyilir. Bu oksidlərə karbon monoksid, azot monoksid, diazot monoksid və silisium monoksid aiddir. Duz əmələ gətirən oksidlər turşularla və ya əsaslarla
qarşılıqlı təsirdə olub, duz və su əmələ gətirirlər. Duz əmələ gətirən oksidlər də qarışıq, amfoter, turşu və əsası oksidlər olmaqla bölünürlər. Hidratları əsaslara uyğun gələn və ya turşularla reaksiyaya daxil olaraq duz və su əmələ gətirən oksidlərə əsasi oksidlər deyilir. Qələvi və qələvi torpaq metallarının oksidləri mis 1 oksid, mis 2 oksid, dəmir 2 oksid, xrom 2 oksid, manqan 2 oksid və bir sıra başqa oksidlər əsasi oksidlərə aiddirlər. Hidratları turşulara uyğun gələn və ya əsaslarla reaksiyaya daxil olaraq duz və su əmələ gətirən oksidlərə turşu oksidləri və yaxud turşu anhidritləri deyilir. Turşu oksidlərinə misal olaraq diazot trioksid, azot dioksid, azot dioksidin dimeri, kükürt dioksidi, kükürt altı oksidi, difosfor pentoksidi, karbon dioksidi, silisium dioksidi, dixlor heptaoksidi və dimanqan heptaoksidi misal göstərmək olar. Hidratları həm turşu, həm də əsası xassəli hidroksidlərə uyğun gələn və ya həm turşularla, həm də əsaslarla qarşılıqlı təsirdə olub, duz və su əmələ gətirən oksidlərə amfoter oksidlər deyilir. Berilyum oksid, sink oksid, alüminium oksid, dəmir 3 oksid, xrom 3 oksid, manqan 2 oksid, qurğuşun 2 və 4 oksid, qalay 4 oksid, amfoter oksidlərə misal olaraq verilə bilər. Hidratları eyni elementin iki müxtəlif təbiətli hidroksidlərinə uyğun gələn oksidlərə qarışıq oksidlər deyilir. Qarışıq oksidlərdə oksid əmələ gətirən element müxtəlif oksidləşmə dərəcəsi və ya valentlik göstərir. Məsələn, qurğuşunun və manqanın 2 və 4 valentli oksidləri qarışıq oksid əmələ gətirir. Eyni zamanda dəmirin 2 və 3 valentli oksidləri də qarışıq oksid əmələ gətirirlər. Şəkildə də difosfor pentoksidi və kalsium oksidi görə bilərsiniz. Bundan əlavə manqanın və dəmirin oksidləri, quru buzun, yəni karbon dioksidin sublimasiyası və plutonium 5 oksidi şəkillərdə görə bilərsiniz. Oksidləri almaq üçün müxtəlif üsullardan istifadə edilir. Bəsit maddələrin oksigenlə qarşılıqlı təsiri ilə oksidləri almaq mümkündür. Lakin natrium, kalium, gümüş, platin, qızıl, halogenlər və təsirsiz qazlar oksigenlə birbaşa təsirdə olmurlar. Litiumun oksigenlə reaksiyasından litium oksid, kükürdün oksigenlə reaksiyasından kükürt dioksid, azotun oksigenlə reaksiyasından azot monoksid, karbonun oksigenlə reaksiyasından karbonun molundan asılı olaraq karbon monoksid və karbon dioksid əmələ gəlir. Bundan əlavə dəmirin oksigenlə reaksiyasından dəmirin qarışıq oksidi, yəni həm 2 valentli, həm də 3 valentli oksidi, fosforun oksigenlə reaksiyasından isə difosfor pentoksid alınır. Berilyum, magnezium, kalsium, stronsium, barium, sink, qurğuşun, mis və civənin oksigenlə reaksiyasından da həmin metalların oksidi alınır. Mürəkkəb maddələrin yanmasından oksidlər alınır. Məsələn, amonyakın yanmasından azot monoksid, metanın və etilenin yanmasından karbon dioksid və su, hidrogen sulfidin yanmasından kükürt dioksid, sink sulfidin və dəmir sulfidin yanmasından isə kükürt 4 oksid və müvafiq olaraq amfoter oksidlər, yəni dəmir 3 oksid və sink oksid alınır. Suda həll olan qələvi metalların əsasları isə parçalanmırlar. Berilyum, alüminium, sink, dəmir və mis metallarının suda həll olmayan əsaslarının parçalanmasından həmin metalların oksidləri və su əmələ gəlir. Məsələn, dəyişkən valentli olan dəmir 3 hidroksidin parçalanmasından dəmir 3 oksid və su, mis 2 hidroksidin parçalanmasından isə mis 2 oksid və su əmələ gəlir. Nitrat, silikat, karbonat və sulfit turşularının parçalanmasından
turşu oksidləri əmələ gəlir. Nitrat turşusu parçalandıqda azot dioksid, su və oksigen əmələ gəlir. Əgər karbonat turşusu parçalanarsa, bu zaman karbon qazı və su, silikat turşusu parçalandıqda qum və su, sulfit turşusu parçalandıqda isə kükürt qazı, yəni kükürt dioksid və su əmələ gəlir. Suuducu maddə olan difosfor pentoksidin oksigenli turşulardan perxlorat turşusu ilə qarşılıqlı təsirindən dixlor heptoksid və metafosfat turşusu əmələ gəlir. Nitrat turşusu ilə reaksiyasından isə diazot pentoksid və metafosfat turşusu əmələ gəlir. Digər suuducu maddə olan qatı sulfat turşusunun qarışqa turşusu ilə reaksiyasından dəm qazı və su əmələ gəlir. Xrom 6 oksidin parçalanmasından xrom 3 oksid və oksigen, diazot pentoksidin parçalanmasından isə azot monoksid və oksigen əmələ gəlir. Oksidlərin digər alınma üsulu da bəzi duzların parçalanmasıdır. Kalsium karbonatın parçalanmasından kalsium oksid və karbon dioksid əmələ gəlir. Dəmir 3 sulfat parçalanarsa, dəmir 3 oksid və kükürt trioksid, magnezium karbonatın parçalanmasından magnezium oksid və karbon dioksid əmələ gəlir. Əgər mis dihidrokso karbonat parçalanarsa, o zaman mis 2 oksid, karbon qazı və su əmələ gəlir. Eyni zamanda litium, magnezium, sink, alüminium, dəmir, qurğuşun və mis metallarının nitratlarının parçalanmasından müvafiq metalların oksidləri, azot dioksid və oksigen əmələ gəlir. Həmçinin civə nitratın, gümüş nitratın və qızıl nitratın parçalanmasından metalın özü, oksigen və azot dioksid əmələ gəlir. Amonium nitrat parçalandıqda su və azot biroksid alınır. Amonium nitrit parçalandıqda isə su və azot qazı alınır. Natrium, kalium, kalsium, stronsium, barium metallarının nitratlarının parçalanmasından oksid alınmır. Kükürt trioksidi özündən aşağı dərəcəli oksidləşmə dərəcəsinə sahib olan kükürt dioksidin oksidləşməsindən, azot dioksidi də eyni üsulla, yəni özündən aşağı oksidləşmə dərəcəli azot monoksidin oksidləşməsindən, karbon dioksidi isə dəm qazının, yəni karbon monoksidin oksidləşməsindən almaq mümkündür. Əksinə olaraq karbon dioksidin karbonla reaksiyasından karbon monoksid əmələ gəlir. Uçucu olan oksidlərin duzlarından uçucu olmayan oksidləri sıxışdırıb çıxararaq bəzi oksidləri almaq mümkündür. Natrium karbonata silisium dioksidlə təsir etdikdə karbon qazını sıxışdıraraq çıxarırlar. Eyni üsulla kalium karbonatdan da silisium 4 oksid karbon qazını çıxarır. Silisium dioksid həm də kalsium ortofosfatla difosfor pentoksidi çıxarır. Qatı və duru nitrat və sulfat turşuları qeyri-metallarla reaksiyaya daxil olaraq bir çox turşu oksidlərinin alınmasında iştirak edirlər. Kükürdün qatı nitratla reaksiyasından azot dioksidi, sulfat turşusu və su, duru nitrat turşusu ilə reaksiyasından isə sulfat turşusu və azot monoksid, duru sulfat turşusu ilə reaksiyasından isə kükürt dioksid və su əmələ gəlir. Karbonun duru sulfat turşusu ilə reaksiyasından karbon dioksid, kükürt dioksid və su əmələ gəlir. Əgər fosforun qatı nitrat turşusu ilə reaksiyasına baxsa, o zaman ortofosfat turşusu, azot dioksid və su əmələ gəldiyini görərik və nəhayət duru nitrat turşusu ilə reaksiyasından isə ortofosfat turşusu və azot monoksid əmələ gəlir. Metallar nitrat və sulfat turşularının qatı və duru məhlulları ilə reaksiya daxil olub oksid əmələ gətirirlər. Məsələn, 2 valentli metallardan sink, magnezium və qurğuşun, 3 valentli metallardan isə dəmir, xrom, alüminiumun qatı nitrat turşusu ilə reaksiyaya daxil olub kükürt dioksidi, adını çəkdiyimiz metalların nitrat duzlarını və suyu əmələ gətirir. Magneziumun yerinə mis əlavə etsək, duru nitrat turşusu ilə reaksiyaya daxil olan zaman metalların nitratları, azot monoksid və su əmələ gəlir.
Qatı sulfat turşusu ilə də reaksiyasından həmin metalın sulfat duzu, su və kükürt dioksid əmələ gəlir. Mis, civə və gümüşün duru nitrat turşusu ilə reaksiyasından dediyimiz kimi azot monoksid, qatod nitrat turşusu ilə reaksiyasından isə azot 4 oksid alınır. Hər iki turşuda da əlavə olaraq su və həmin metalların nitrat duzları əmələ gəlir. Litium, natrium, kalium, kalsium, barium metallarının qatı nitrat turşusu ilə reaksiyasından müvafiq metalın nitrat duzu, azot monoksid və su əmələ gəlir. Şəkildə də mis qəpiyin qatı nitrat turşusu ilə reaksiyasını, litium oksidin alınmasını və maqneziumun oksigenlə yanmasını görə bilərsiniz. Hansı sıradakı hər iki oksidin də adı, təsnifatı və xassəsi düzgün verilmişdir. C variantında verilən birinci oksiddə birinci elementin adını, yəni misi, daha sonra isə mis dəyişkən valentli olduğuna görə onun oksidləşmə dərəcəsini və ya valentliyini və sonda isə oksid sözünü deməliyik. Misi hidratı əsasına uyğun gəldiyi və turşularla reaksiya daxil olaraq duz və su əmələ gətirə bildiyinə görə mis-2 oksid əsasi oksidlərə aiddir. Mis-2 oksid reduksiya edici xassəyə malik olan amonyak vasitəsilə reduksiya olunur. Bu zaman isə su, mis və qaz halında azot ayrılır. İkinci oksiddə isə köhnə nomenklatura ilə adlandıraraq birinci qeyri-metalın sayını və adını deyirik. Sayı yunanca qeyd olunmalıdır. 2 azot atomu olduğu üçün diazot olaraq qeyd edirik. Daha sonra da oksigenin sayını və oksid sözünü deməliyik. Oksigenin sayı 5-dir, yunanca 5 penta deməkdir, ona görə sonda pentoksid deyilməlidir. Əsaslarla reaksiya daxil olaraq duz və su əmələ gətirdiyinə görə diazot pentoksid turşu oksididir. Turşu oksidlərinin əksəriyyəti su ilə reaksiya daxil olur. Ona görə diazot pentoksid də su ilə reaksiya daxil olaraq nitrat turşusunu əmələ gətirir. Bütün bunları nəzərə alaraq düzgün cavab C bəndidir.